Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bizim bugünkü dərsimiz Jean Piaget'in kognitiv inkişaf nəzəriyyəsidir. Mövzuya keçid etməmişdən əvvəl sizlərdən kiçik bir ricam var ki, videonu bəyəndiyiniz təqdirdə bəyənmə butonuna basasınız və videonu da paylaşmağı unutmayın. İndi isə keçək Piaget nəzəriyyəsinin əsaslarına. İsveç psixoloqu Piaget uşaqları öyrətməyin əleyhinə idi. O deyirdi ki, uşaqlara öyrətməyin, imkan verin ki, onlar özləri təcrübədə müəyyən bilikləri kəşf edərək öyrənsinlər, tədqiqat aparsınlar, axtarıb tapsınlar. O belə bir fikir irəli sürürdü ki, nə vaxt ki uşaqlara hazır bilikləri ötürürük, yəni uşağa imkan vermirik o öz bilikləri özü əldə etsin, biz o zaman onun öyrənməyə olan marağını söndürmüş oluruq. Yəni ona görə də o hər zaman tövsiyə edir ki, uşaqların özləri üçün şərait yaratmaq lazımdır ki, onlar yeni bilgilər, məlumatlar, biliklər alsınlar. Piaget uşağın beyninin mərhələlərlə inkişafını öyrəndi və onun fikrincə uşağın əvvəlcə zehni inkişaf edir. Daha sonra o müəyyən biliklər əldə edir, yəni daha sonra öyrənmə baş verir. Uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zaman baş verir. Və uşaqlarda öyrənmə daha çox oyun oynayarkən baş verir. Onun bu nəzəriyyəsi məhz idraki və yaxud da ki, kognitiv konstruktivizm adlanırdı. Nəzəriyyəsi məhz bu cür adlanırdı. Yəni burada əsas məsələ ondan ibarət idi ki, uşaqlar özləri, öz idrakları sayəsində müəyyən kəşflər apararaq, daha doğrusu müəyyən tədqiqatlar apararaq müəyyən nəticələrə gəlməli idilər. Daha sonra burada, yəni onun nəzəriyyəsində şemata adlı termindən istifadə olunur. Gəlin görək bu nə deməkdir? Şemata sxem deməkdir. Deməli burada, yəni uşaqlar yeni məlumat əldə etdikcə onların sxemləri müntəzəm olaraq dəyişir. Yəni yeni belə deyək, sxem formalaşır və sxemləri yenidən təşkil olunur. Ətraf aləmi anlamaq üçün beyində müəyyən çərçivədə olan biliklər toplusudur şemata. Yəni bizim təbii ki, belə deyək, məsələn, məktəb mühitimiz var, bağça mühitimiz var, belə deyək, müxtəlif bilik istiqamətlərimiz var və beynimizdə müəyyən çərçivələrdə yerləşir məhz o biliklər. Və onlar ümumilikdə, belə deyək, hər bir bilik, informasiya bizdə beynimizdə müəyyən qutulara yerləşir və o qutular birlikdə, bütövlükdə bir sistemi təşkil edir. Məhz bu sistem də sxemlər, şematalar adlanır. Yəni bütövlükdə bu biliklər toplusu şemata adlanır. Piaget nəzəriyyəsinə görə uşaqlar 4 mərhələ üzrə inkişaf edirdi. Bunlardan birincisi hissi-hərəki mərhələ adlanır. Digər adı isə sensomotor mərhələ hesab olunur. Yəni sensomotor mərhələ adlanır ki, bu 0-2 yaşı əhatə edir. Gəlin görək bu yaş dövründə hansı hadisələr özünü göstərir uşaqlarda. Bu mərhələdə uşaqlarda ətrafdakılara, əşyalara reaksiyalar, reflekslərlə, hisslərlə müəyyənləşir. Yəni bu nə deməkdir? Uşaqlar bu zaman ətraf aləmdə baş verən hadisələrə, ətraf aləmdə baş verən, belə deyək, insanlara müəyyən mimikalarla, jestlərlə, müəyyən hisslərlə cavab verir. Məsələn, xoşu gələn hər hansı bir hadisə mi deyim, şəxs mi deyim, o görəndə bu zaman o gülümsüyür. Bu artıq özü bir reaksiyadır, refleksdir. Məsələn, xoşu gəlməyəndə, məsələn, hər hansı bir hadisədən, haldan inciyə bilər, xoşu gəlməyə bilər, bu zaman uşaq ağlayır. Bu da bir refleksdir, reaksiya verir. Yəni, fərqli reaksiyalar verir məhz o ətraf mühitdə baş verən hadisələrə. Daha sonra əşyalarla manipulyasiya edir. Yəni, nə görürsə ağzına aparır, əlində oynadır, çevirir o üz bu üzə. Buna deyirlər əşyalarla manipulyasiya etmək. Uşağın dünyanı dərk etməsi, onun hissi qavrayışı, hərəki fəaliyyəti ilə məhdudlaşır. Yəni, uşaq bu zaman sadəcə qavrama vasitəsilə müəyyən bilikləri əldə edir və onlara müəyyən hərəki reaksiyalar bildirir. Əşyaları görməyəndə bu dövrdə onun mövcud olmadığını düşünürlər. Məsəl üçün, uşağa hər hansı bir əşyanı göstəririk, o onu istəyir.
Amma biz o əşyanı dərhal gizlətsək, o belə təsəvvür yaranacaq ki, onda həmin əşya yoxdur və onda həmin əşyaya bir istək, yəni onun arxasınca düşmək meyli yaranmayacaq. Yəni bu hal 8-9 aylığına qədər davam edir. Artıq 10-cu aydan etibarən uşaqlar itən əşyanın varlığını yəni qəbul edirlər. Onlar bilirlər ki, onların yəni görmədikləri dövrlərdə də məhz o əşya mövcuddur. Və bu dövrdə məsələn testlərdə əgər bu dövrlə əlaqədar suallar düşərsə, daha çox körpəlik sözünə, körpə sözünə rast gələcəyik. Bu mərhələdə uşaqları hər cür təşvişdən uzaq tutmaq lazımdır. Burada daha çox uşaqlarda ayrılıq təşvişi sindromu olur ki, bu zaman onlar daha çox valideynlərindən məsələn uzaq düşəndə daha çox qorxu hissi keçirirlər, təşvişə düşürlər. Yəni məsələn uşaq valideyninin qucağındadır, məsələn onu başqası alır, dərhal uşaq ağlamağa başlayır, təşviş keçirir. Ümumilikdə götürdükdə bu təşvişin timsalında, bu misalın timsalında uşaqları bu dövrdə ümumi olaraq təşviş yaradacaq haldan, vəziyyətdən uzaq tutmaq lazımdır. Bu mərhələdə uşaqları daim maraqda saxlamaq lazımdır. Yəni onlar üçün maraqlı mühit yaratmaq lazımdır ki, onlar kəşf edib öyrənsinlər. Və bu dövrdə oyunların növləri olaraq daha çox tək oyun dövrü kimi nəzərdə tutulur ki, yəni bu dövrdə uşaqlar tək oynayırlar, əşyalarla təklikdə manipulyasiya edirlər. Və bu dövr həssas dövrdür, perseptual qavrayış əsasdır. Yəni burada uşaqlar ətraf mühiti hiss orqanları vasitəsilə qavrayırlar. Valideynlərindən ayrılarkən bayaq da qeyd etdim, ayrılıq təşvişi sindromu yaşayırlar və ikinci mərhələ olaraq bizdə gəlir ilkin əməli yaxud da əməliyyat öncəsi mərhələ. Əməliyyat öncəsi mərhələ 2-7 yaş aralığını əhatə edir. Bu dövrdə gəlin görək hansı hadisələr baş verir. Bu dövrdə bir sıra terminlərlə zəngindir. Yəni burada bir sıra psixoloji hallar yaşanır ki, onları indi qarşıdakı dəqiqələrdə öyrənəcəyik. Ümumiyyətlə bu dövrdə məntiqi əlaqəni anlamırlar. Həddən artıq ümumiləşdirirlər hər şeyi. Başqasının yanaşmasını qəbul etmirlər, ancaq öz yanaşmalarını qəbul edirlər, çünki bütün prosesin mərkəzində özlərini görürlər. Buna deyirlər egosentrik düşüncə və yaxud da ki, buna başqa sözlə sentrasiya deyə bilərik. Eyni zamanda bir şeyə fokuslana bilirlər. Yəni bu zaman onların diqqəti, yəni paylama bacarığı olmur onlarda. Ancaq bir məsələyə köklənə bilirlər. Müxtəlif oyunlarla həyatı dərk edirlər. İnformasiyanı gördükləri kimi qəbul edirlər. Yalnız özlərinə aid şeylər haqqında düşünürlər, dünyanı yalnız öz gözləri ilə görürlər. Gəlin görək sentrasiya nədir? Sentrasiya öz fikrini əsas tutaraq hadisə haqqında nəticəyə gəlir. Yalnız gördükləri əsasında, məhdud təcrübə əsasında həddən artıq ümumiləşdirmə aparırlar. Hər hadisəni özləri ilə bağlayırlar, özlərini düşünürlər. Məsəl üçün, uşağın babası yaşlı, qoca bir kişidir. O düşünür ki, bütün babalar qocadır. Halbuki, yəni cavan, orta nəslin də nümayəndələri, yəni babadılar və yəni o özündə nəyi görürsə, məhdud təcrübə əsasında ümumiləşdirmələr aparma o deməkdir ki, yəni hər şeyi olduğu kimi qəbul edir. Daha sonra gəlin görək ekvilibrium, assimilyasiya, adaptasiya və sinkretizm kimi terminlərin izahına baxaq. Ekvilibrium sözü bir tarazlıq deməkdir. Yəni təsəvvür edək ki, bir tərəzidir. Yəni beyində mövcud olan bir tarazlıq. Uşaqlar sanki yeni məlumatı əldə edərkən, hər hansısa bir yeni məlumat əldə edərkən bu tarazlıq pozulur. Yəni daha doğrusu yeni məlumatla tanış olarkən, belə daha dəqiq desək, məsəl üçün uşaq planşeti, telefonu gündəlik olaraq görür və onların adını bilir. Təbii ki, 2-7 yaşdan danışırıq. Lakin uşaq belə deyək, başqa bir evdə, məsələn bunların evində televizor yoxdur deyək ki, başqa bir evdə televizor görərkən onlara deyək ki, planşet və yaxud telefon deyir. Burada artıq onun beynindəki, yəni sxemlərdə müəyyən qədər tarazlıq pozulur. Yəni artıq düzgün informasiya deyil bu və o yeni məlumat görəndə onun bilikləri, belə deyək, beynində olan biliklər toplusu artıq qarışmış olur. Bu nə deməkdir? Bu tarazlıq necə bərpa ola bilər? Yəni assimilyasiya
bu prosesi baş verir burada. Uşağın yeni məlumatı alarkən artıq bildiyi məlumata əlavə etməsi prosesidir. Yeni məlumatı köhnə məlumata əsasən izah edir. Yeni məsələn televizor gördü, köhnə məlumatı onun planşetdir və televizoru planşet adlandırdı. Artıq onun televizoru televizor olaraq adlandırması isə üçüncü mərhələdə konkret əməli mərhələdə baş verəcək. Yəni bu proses adlanacaq akkomodasiya. Yəni ekvilibrium tarazlıq pozulur. Birinci mərhələdə assimilyasiya baş verir. Uşaq yeni məlumatı köhnə məlumatla adlandırır və televizoru televizor olaraq qəbul edəcək konkret əməli mərhələdə 7 yaşdan sonra və bu proses akkomodasiya adlanır. Və akkomodasiya prosesi baş verdikcə artıq bu zaman adaptasiya, uyğunlaşma baş verir ki, uyğunlaşma nə deməkdir? Uyğunlaşma o deməkdir ki, yeni məlumat artıq beyindəki sxemlərə oturuşur. Yeni məlumat və ya yeni təcrübə baş verdikdə uşaqlar bu məlumatı öz əqli modellərinə daxil etmək üçün adaptasiya olunmalıdır. Yəni belə deyək də, adaptasiya prosesi belə baş verir ki, burada uşaqlar yeni məlumatı məsələn gündəlik olaraq artıq görürlər və tez-tez onun adını eşidirlər, özləri də adlandırır və məlumat artıq beyinə adaptasiya olunmuş olur. Adaptasiya etmiş olur daha doğrusu, yəni uyğunlaşır. Və bunun da nəticəsində artıq ekvilibrium bərpa olmuş olur. Yəni tarazlıq bərpa olur. Daha sonra bu zaman bu dövrdə daha hansı məsələlər baş verir? Yəni ilkin əməli mərhələdə əsas əlaməti burada dilin inkişafında düşünmələri böyüklərdən kəskin şəkildə fərqlənir. Hesablamanı yazaraq aparırlar bu dövrdə. Yəni ki, bu dövrdə dilin inkişafı həqiqətən də çox baş verir. Yəni ki, bu dövrdə daha çox dil inkişaf etməyə başlayır. Təbii ki, nitq inkişaf etdikcə düşüncələrdə də müəyyən inkişaf baş verir. Qavramaya əsasən ideyaları formalaşır. Yəni məqsədsiz və qeyri-ixtiyari puzzle qurur bu zaman. Rollu oyunlar özünü bu mərhələdə göstərir. Yəni bayaqları biz tək oyunlardan söhbət aparırdıqsa, artıq bu dövrdə onlar rollu oyunlar oynayırlar. Daha sonra intuitiv düşüncə baş verir bu zaman. Tərsinə saya bilmirlər. Yəni uşağa deyirsən ki, 1-dən 10-a qədər say, ondan geriyə saya bilmirlər. Egosentrik düşüncə də bayaq qeyd elədik. Deməli, yəni hər şeyin mərkəzində özünü görmək, yəni burada mən mərkəzçiliyindən söhbət gedir ki, uşaq hər şeyin mərkəzində özünü görür. Daha sonra bu mərhələyə xas olan terminlərdən, psixoloji proseslərdən biri də animizmdir. Animizm o deməkdir ki, uşaqlar canlı və cansız varlıqları bir-biri ilə qarışdırır. Məsələn, deyir ki, günəş mənə gülür, külək mənə əsəbləşib, məsəl üçün. Ay məni işıqlandırmaq üçün məsələn durub belə də, yəni ki, burada canlı və cansız varlıqlara xas olan xüsusiyyətlər qarışdırılır. Daha sonra bu dövrdə 2-7 yaş aralığında baş verən hallardan biri də monoloq tipli danışıq olur ki, biz bilirik ki, 3 yaşdan etibarən daxili nitq formalaşmağa başlayır və uşaqlar bu zaman özləri tək halda, yəni danışırlar. Məsələn, bu daxili nitq düzdür, 3 yaşdan sonra formalaşır, amma monoloq tipli danışıq həm daxili nitq ola bilər, həm də şifahi formada da, yəni səsli şəkildə də baş verə bilər. Yəni ki, bu səs artikulyasiyasının istifadə olunması ilə də baş verə bilər bu monoloq tipli danışıq. Yəni uşaqlar oyuncaqlarla oynayarkən sanki onlarla danışır. Daha sonra bu dövrə xas olan psixoloji proseslərdən biri də sinkretizmdir. Sinkretizm bu deməkdir ki, yəni burada bənzətmə kimi hallar uşaqlar anlamırlar. Məsələn, deyək ki, qızıl əllər, qızıldan əllər kimi anlayırlar. Məsələn, yəni sanki onlar düşünürlər ki, əlin materialı qızıldandır. Yəni bənzətmələri anlamırlar. Məsəl üçün deyək dəmir darvaza, dəmir iradə, yəni bunları anlamırlar təbii ki, mənasını anlamırlar. Sanki yəni eşitdikləri kimi belə deyək də qəbul edirlər.
Bu dövrün deməli əsas xüsusiyyətləri oldu. Bunlar sadaladıqlarımız. Daha sonra gəlir 3-cü mərhələ, konservasiya yaxud konkret təfəkkür mərhələsi 7-11 yaşları əhatə edir. Gəlin görək bu dövrdə hansı proseslər baş verir. Uşaq artıq induktiv düşünür. Yəni sadalayır. Daha sonra qayda veririk. Məsələn, alma, armud, heyvan, nar, bunların hamısı meyvədir. Sonra qaydanı deyirik, hamısı sözü axırda olarsa bu induktiv düşünmədir. Bu nə deməkdir? Yəni, məsəl üçün, biz bu zaman tutaq ki, deyirik ki, uşaqlar, meyvələri sayaq. Meyvələri sayırıq, məsələn, deyək ki, alma, armud, heyvan, nar. Biz uşaqlara sual veririk. Bunların hamısı nədir? Onlar deyirlər, bunların hamısı meyvədir. Yəni, onlara ümumi bir başlıq altında birləşdirib, bir növ adı, kateqoriya verdilər. Yəni, bu tək hallardan, xüsusi məsələlərdən ümumi prinsip çıxartdılarsa, bu olur induktiv düşünmə. Bu da, deməli, konkret əməli təfəkkür mərhələsinə aid olan bir xüsusiyyətdir. Daha sonra hansı hadisələr baş verir? Uşaqlar artıq təsnifata bölmə, kateqoriyaya ayırma, qruplaşdırma apara bilir, növ, cins anlayışlarını bilirlər. Məsələn, biz onlara deyirik ki, uşaqlar heyvan fiqurlarını bir torbaya yığırıq, quşları bir torbaya yığırıq, təbii ki, maketlərindən, oyuncaqlarından söhbət gedir, kubikləri vedrəyə yığırıq. Yəni, bunlar artıq onları bir-birindən ayırıb qruplaşdıra bilirlər. Və bu dövrdə geriyə sayma baş verir. Bayaq da qeyd etmişdik biz. Deməli, bu intuitiv düşünmədir. Intuitiv düşünmə ilkin əməli mərhələdə baş vermir. Bu, konkret əməli mərhələyə aid olan bir xüsusiyyətdir, intuitiv düşünmə. Daha sonra mühakiməyə əsaslanan fikirlər formalaşır. Məntiqi təfəkkürü daha çox inkişaf etmiş olur. Yəni, artıq uşaq bu dövrdə məntiqi cəhətdən düşünür. Məsələn, müəyyən biliklər alıb və düşünür ki, məsəl üçün, buna misal olaraq deyə bilərəm ki, yağış yağandan sonra göy qurşağının çıxdığını artıq onlar bilirlər və düşünürlər ki, yağış yağıbsa, günəş çıxıbsa, deməli, bu zaman göydə biz göy qurşağını müşahidə edə bilərik. Yəni ki, bu əlaqəni artıq bilirlər. Abstrakt düşünməyə başlayır. Abstrakt düşünmə o deməkdir ki, deməli, abstrakt düşünməyə başlamaq konkret əməli mərhələnin xüsusiyyətidir. Abstrakt düşünür isə formal əməli. Ümumiyyətlə, abstrakt düşünmə mücərrəd anlayışlar barədə düşünməkdir. Məsələn, bayaqları qeyd olundu. Deyək ki, məsələn, hesablama apararkən uşaqlar barmaqlarından istifadə edirlər. Amma artıq bunu beynində bu əməliyyatı icra edirsə, artıq bu özü bir mücərrəd düşüncədir. Ümumiləşdirmələri artıq bu dövrdə yaxşı edir. Yəni, artıq mən mərkəzçiliyi buradan belə deyək də ayrılıb. Yəni, buna da deyirlər, bayaqları qeyd elədim. Deməli, mən mərkəzçiliyi oldu sentrasiya. Artıq başqalarının da mövqeyini nəzərə almaq isə dissentrasiya adlanır. Deməli, dissentrasiya məsələsi məhz 3-cü mərhələdə konkret əməli təfəkkür mərhələsində baş verir ki, artıq uşaqlar bu zaman başqalarının da mövqeyini, nəzərini, baxışlarını qəbul edirlər. Daha sonra 4-cü mərhələ, bir də burada bir məsələni də qeyd etmək istəyirəm. Bayaqları da toxundum o məsələyə və biz dedik ki, ekvilibrium, tarazlıq pozulur yeni məlumatla tanış olarkən. Yəni, birinci olaraq assimilasiya baş verir. Daha sonra akomodasiyadır. Akomodasiya prosesi o deməkdir ki, uyğunlaşmadır. Yəni, artıq məlum olan məlumatın yeni məlumata uyğunlaşdırılması. Yəni, əşyaların fərqi və müqayisəsi öyrədilir burada. Bu zaman, yəni biz onlara, məsəl üçün, bundan əvvəlki yaş dövrlərində biz uşaqlara desək ki, yox, bu televizorda, bayaq da qeyd elədim, bu televizorda uşaq yenə də onu qəbul eləməyəcək, öz bildiyi adı verəcək. Amma artıq bu zaman dissentrasiya baş verdiyinə görə artıq müəyyən məlumatlara, digərlərinin fikirlərinə qulaq asır və biz o zaman əşyaları bir-birindən fərqini və müqayisəli şəkildə təbii ki, izah edəcəyik və televizorun kompüter olmadığını, planşet olmadığını, məhz televizor olduğunu, özdə məxsus bir əşya olduğunu anlayıb qəbul edəcək. Yəni, fərqli əşya eyni adlana bilər anlayışı əmələ gələcək onlarda. Və yaxud da ki, eyni adlı əşya da fərqli ola bilər. Məsəl üçün, bax, iynə deyirik. İynə bir var həkim iynəsi, bir də var tikiş tikmək üçün. Hər ikisi eyni adla adlanır, amma fərqli əşyalardır.
Və yaxud da ki, məsələn, monitor həm televizorda var, həm kompüterdə var. Buna yəni fərqli əşya olduğunu dərk edəcək. Bu olur akkomodasiya mərhələsi. Ekvilibriumun belə deyək də ikinci mərhələsi. Və akkomodasiya prosesi baş verəndən sonra uşağa yeni məlumat artıq uyğunlaşmış olur, adaptasiya baş verir yeni məlumatla bağlı və ekvilibrium bərpa olmuş olur, yəni tarazlıq bərpa olur. Dördüncü mərhələ bizdə adlanır formal əməli, yaxud da mücərrəd əməliyyatlar mərhələsi. 11 yaşdan yuxarı deməli yaş həddi nəzərdə tutulur. Bu zaman provokativ suallara cavab tapa bilirlər. Yəni provokativ mübahisəli məsələlərdir. Artıq bu zaman müəyyən belə deyək də mübahisəli suallara cavab axtarıb müəyyən cavablar verə bilirlər. Məsələn, xəstə bir adamın aptekdən oğurluq etməyi, məsələn, kasıb bir adamın hardansa belə deyək də bazardan oğurluq etməyi düzgündürmü, düzgün deyilmi? Təbii ki, indi biz buna açıqlıq gətirmək fikrimiz yoxdur. Sadəcə olaraq yəni mübahisəli məsələlər bunlardır. Provokativ suallar dedikdə bunlar nəzərdə tutulur. Din, siyasət, ictimai hadisələrdən danışa bilir, deduktiv düşünür, ümumidən xüsusiyə fikirlər yürüdə bilir. Məsələn, deyək ki, meyvələr çox belə deyək də çox faydalıdır. Məsəl üçün alma, armud, heyvanlar, bunlarda çoxlu vitaminlər var. Artıq buna belə deyək də dux qaydası deyilir ki, yəni dux dedikdə burada deduktiv düşüncə ümumidən xüsusiyə. Yəni bir kateqoriyadan nələrisə ayırdı bu müəyyən misallar, nümunələr çəkdi. Xüsusiləşdirdi. Ümumi prinsiplərdən xüsusi qaydalar çıxartmaq məsələsi deduktiv düşünmə adlanır. Daha sonra abstrakt düşünür. Biz bayaq qeyd etdik ki, 3-cü mərhələdə, konkret əməli mərhələdə uşaq abstrakt düşünməyə başlayır. Artıq abstrakt düşünür. Yəni artıq o beynində bütün məsələləri beynində xəyali olaraq düşünür. Beynində tez, çevik qərar qəbul edir. Yəni artıq belə deyim də bunlar fikri, bütün düşüncələri beynində baş verir. Hipotetik, yəni başqalarının maksimum imkanlarına baxıb özünün minimum imkanlarını əsasən qərar vermək. Yəni ki, burada ümumi məsələlərə baxıb öz fikirlərini irəli sürməkdən söhbət gedir və əxlaqi problematik məsələlərə cavab axtara bilirlər. Tənqidi təfəkkür formalaşmağa başlayır. Problemi daha doğrusu sistemli həll edirlər burada. Yəni artıq məntiqi belə deyək də düşünmə, abstrakt təfəkkür varsa, problemi də sistemli həll edirlər. Qaydalara uyğun nümunə gətirməyi bacarırlar, debatlarda iştirak edirlər, təcrübələrinə etibar etmirlər, atdıqları addımın nəticəsini düşünməyə başlayırlar, işini sistemli şəkildə planlaşdırır, sosial məsələlərə marağı var, nümunəyə baxıb puzzle qurur. Piagenin koqnitiv inkişaf nəzəriyyəsi pedaqoqların fikrini uşaqların nəyi bildikləri üzərində deyil, öyrənməyə gəlmə yolları üzərində cəmləşdirməyə səslənir. Bütövlükdə götürsək, Piaget yəni demişdi ki, yəni belə bir qərara gəlir ki, uşaqlara biz hazır məlumatları ötürməyək. Sadəcə onlar üçün şərait yaradaq ki, onlar özləri müəyyən biliklər əldə etsinlər. Və onun koqnitiv inkişaf nəzəriyyəsi əvvəlcədən müəyyən edilə bilən koqnitiv mərhələlərə əsaslanır. Yəni uşaqlar məhz öyrənmə prosesi uşaqlarda bu mərhələlərdə gedəcək, bu 4 mərhələdə. Və o belə bir fikirdə irəli sürmüşdür ki, uşaqlar bu 4 inkişaf mərhələsindən eyni formada, yəni mütləqdir ki, keçəcəklər. Sadəcə burada müəyyən inkişaf xüsusiyyətləri vardır ki, məsələn, deyək ki, bir uşaq hesablamağı daha tez bacarır. Məsələn, 6 yaşından müəyyən hesablamalar aparır. Elə uşaq var ki, məktəbə gedəndən sonra bu, belə deyim, proses baş verir. Yəni, Piaget deyir ki, bu proseslər, bu mərhələlər hər bir uşaqda baş verəcək. Yəni, eyni cürdə baş verəcək. Sadəcə, yenə deyirəm, inkişafdan asılı olaraq müxtəlif vaxtlarda baş verə bilər. Amma bütün uşaqlar bu 4 mərhələdən keçirlər. Belə müəllimlər, hələlik.